Salam dostlar, salam əziz izləyicilər. Bu gün mən sizlərə siyasi qətillər barədə danışacağam. Konkret olaraq dünən və bir müddətdir ki, bu IT üzrə mütəxəssis İlqar Əliyevin həbsxanada ölümü ilə bağlı informasiya gedir. İlqar Əliyev kimdir? İlqar Əliyev IT üzrə Azərbaycanın ən yaxşı mütəxəssislərindən biri olub, bir sıra beynəlxalq sertifikatları olub. Azərbaycanda İlham Əliyev ailəsinə məxsus şirkətlər daxil dövlət şirkətlərində IT təhlükəsizliyi üzrə aparıcı mütəxəssis olub. O IT təhlükəsizliyi məsələlərini həll edib burada. Eyni zamanda neftlə bağlı olan neft boru xəttlərinə bağlı şirkətlərin IT mütəxəssis kimi işləyib. Çox ciddi pozisiyalarda olub. Və Əliyevlərə məxsus şirkətlərində, aynı zamanda Əliyevlərin bu Azərbaycan xalqından pro oladığı şirkətlərində IT mütəxəssis olub. Onların internet təhlükəsizliyi məsələsini həll edib. İlqar Əliyev beynəlxalq dərəcəli IT mütəxəssis kimi eyni zamanda müxtəlif insanlara, müxtəlif təşkilatlara internet təhlükəsizliyi ilə bağlı təlimlər keçir və bu təlimlərin də bir hissəsini müstəqil media, müstəqil jurnalistlər də İlqar Əliyevin təlimlərində iştirak edir. O cümlədən Abzas Media və Məclis İnfonun əməkdaşları. Bilirsiniz ki, Məclis İnfonun rəhbəri İmran Əliyev həbsdədir. Eyni zamanda Abzas Medianın baş redaktoru Sevinç Vaqif qızı daxil olmaqla Abzas Medianın redaksiya heyəti tam tərkibdə demək olar ki, tam tərkibdə həbsdədir. Ülvi Həsənli direktor tərkibdədir və İlqar Əliyev, Sevinç Vaqif qızı və Ülvi Həsənli Məhəmməd Kekalov həbs edildikdən bir neçə gün sonra Bakıda yolda oğurlanır. Narkotik maddə onun üzərinə qoyublar ki, külli miqdarda narkotik maddəni saxlayıb qanunsuz olaraq. Birinci satış qoyublar, sonra dəyişib qoyublar ki, güya bu psixotrop maddələr və narkotik maddələrin külli miqdarda əldə etmə, saxlama, istehsaza, belə bu uzun bir maddədir. O ilə ittiham ediblər, 4 il iş veriblər. Amma tutanda İlqar Əliyev fiziki işgəncələrə məruz qalıb. Onun çayına narkotik maddə qatıblar, içib, özü pis olub, sonraki gün aparıb onu qanı analiz edəndə qanından narkotik, o psixotrop maddənin elementləri tapılıb və bunu istifadəçi kimi qələmə veriblər ki, özlərinin saxta ittihamlarını əsaslandıra bilsinlər. Fiziki işgəncəyə məruz qalıb, mənəvi baskılara məruz qalıb. Onu vəkilləri ilə, öz vəkilləri ilə, tanış vəkillərinə əlaqə saxlamağa qoymayıblar. Ona təzyiq ediblər, ailəsi ilə təhdid ediblər ki, sən öz vəkillərinə imtina eləməlisən və bu Bandardelin və Narkotiklərə qarşı mübarizə idarəsinin təyin etdiyi bu Paykovoy deyən şərəfsizləri vəkil kimi bunun müdafiəsində iştirak eləsinlər. 8 ay ailəsi ilə danışmağa qoymuşlar. Dünən Abzas Mediada İlqar Əliyevin həbsxanadan sonuncu səs yazısını ilə bağlı bir video hazırlamışlar və orada o başına gələn hadisələri danışır. Dəhşətli bir hadisələrdir və insanın təklənməsinin həbsxanalarda Azərbaycan hakimiyyəti tərəfindən bir nəfərin təklənməsini, küncə sıxılmasını, qanunsuzcasına işgəncənin ən bariz və birbaşa mənbədən verilmiş məlumatlardır. Dəhşətli bir hadisədir və bunu sözlə ifadə etmək olmaz bu İlqar Əliyevin, bu ziyalı adamın başına gətirilənlərdən. İlham Əliyev öz qanunsuz əməllərinə görə İlqar Əliyevdən qisas alıb. Nəyə görə? İlham Əliyev hesab edib ki, bu İlqar Əliyev IT mütəxəssis kimi onun bütün qanunsuz əməllərindən xəbərdardır. Çünki bütün databazalar, onun qara yollarla əldə etdiyi gəlir, onun şirkətləri hansı üsulla işləyir, tenderlərdən necə pul uğrayırlar, Azərbaycan dövlət büdcəsini necə talayırlar. Bunun sxemini hamısını İlqar Əliyev çox yaxşı bilir. Çünki bu bütün o böyük əməliyyatlara Port Bakıda əməliyyatları idarə edən şirkətlərin internet təhlükəsizliyi ilə məşğul olub, onların belə deyək ki, bütün rəqəmsal əməliyyatlarına bunun nəzarəti altında olub. İlham Əliyev hesab edib ki, özünün qanunsuz əməlləri ilə bağlı müxtəlif
bu media qurumlarında gedən məlumatları elə ola bilsin ki, İlqar Əliyev verir. Və adam sağlam adamı həbsxanadan ölü çıxdı. Ailəsi də bildirib ki, o həbsdə olduğu müddət ərzində sağlamlığı ilə bağlı heç bir şikayəti olmayıb. Və bu İlqar Əliyev mən hesab edirəm ki, Azərbaycanda növbəti siyasi qurbanlardan biridir. Onun ölümü siyasi qətldir və bu qətlin arxasında da heç şübhəsiz İlham Əliyevdir. Və burada bir məqamlardan biri, diqqət etdirəsi məqamlardan biri də 13 saylı cəza çəkmə müəssisəsində, hadisənin 13 saylı cəza çəkmə müəssisəsində baş verməsidir. Deməli 13 saylı cəza çəkmə cəza çəkmə müəssisəsində nə baş verir son dövrdə? Orada bir neçə siyasi məhbus var. Yəni Azərbaycan həbsxanalarının demək olar ki, hamısında siyasi məhbuslar var. O cümlədən 13 saylı cəza çəkmə müəssisəsində də siyasi məhbuslar var. Və həmin siyasi məhbuslar İlqar Əliyev dünyasını dəyişəndən sonra, qətlə yetiriləndən sonra daimi təzyiq altındadır. Orada Sahib İbrahimov adında bir məhbus var. Nazim İbrahimovun, bu Nizami İbrahimov vardı, bu Diaspora Komitetinin sədri, bir də Nehrəmli Hacı İbrahim, bu Xəzər adalarının tikəni. Bax, onların bu adam qardaşıdır. Qardaşıdır, fırıldaqçılıq üstündə, dələduzluq üstündə, səlahiyyətlərini aşmaq üstündə. Cəmaatı fırlayıb, onu tutublar, 6 il iş verirlər. İndi bu adam 13 saylı cəza çəkmə müəssisəsində olan siyasi məhbuslara qarşı təzyiq edir. Yəni, onları təhqirləyir, onlara provokasiya çəkir, onları davaya çəkir. Bu Gədəbəydən olan bizim deputatımız, ekologiya məhbusu, bu iqtisadçı alim Nazim Bəydəmirli məhz bu Sahib İbrahimli, bu Nehrəmli sahibin provokasiyası nəticəsində faktiki olaraq işgəncəyə məruz qalıb, Karsa salınıb, Karsada indi. Bir gün o tutulan vaxtı, bir gün ümumiyyətlə xəstə adamdır, ürəyi zadı ağrıyan adamdır. Onu açıq havada ayaq üstə saxlayıblar, axşama kimi gecə qaralana qədər. Yemək verməyiblər, dərmanlarını verməyiblər. Məhbuslar başlayıb orada etiraz eləməyə, məhkumların etirazından sonra icazə veriblər ki, bir şüşə ona su versinlər. Bu sahib deyən, bu şərəfsiz, ləyaqətsiz adam, orada Mütəllim Orucov var, bizim siyasi məhbus. Ona qarşı belə əxlaqsız addımlar atıb, onu təhqirləyib, onu provokasiya çəkib. Digər siyasi məhbusları provokasiya çəkir ki, orada dava düşsün, orada nə bilim, bu siyasi məhbuslarla qarşı durma yaransın. Və mən hesab edirəm ki, İlqar Əliyev də bu Sahib İbrahimlinin təzyiqlərinə məruz qalıb şübhəsiz. Və bu ölüm hadisəsi ictimaiyyətləşəndən sonra sahibin orada aktivləşməsi, eyni zamanda 13 saylı cəza çəkmə müəssisəsinin rəisi var Elnur Hüseynov. Bunun rəhbərliyi ilə siyasi məhbuslara öz başına orada təzyiqlər olunur. 13 saylı cəza çəkmə müəssisəsi belə görünür ki, İlham Əliyevin xüsusi nəzarətində olan yerdir. Orada məhbuslara işgəncə verilmək üçün bir yerdir. Bəydəmirli Azərbaycanda tanınmış şəxslərdən biridir. O, Gədəbəy hadisələrinə görə həbs olunub. Biz Gədəbəydə, Söyüdlü kəndində insanlar İlham Əliyevin qızıl mədənlərindəki qanunsuzluq etiraz ediblər. Orada bu Söyüdlü kəndində bir Siyonik gölü tikmişlər və o gölün nəticəsində o kəndin insanlar zəhərlənib, orada ürək xəstələrinin, ölüm xəstələrinin sayı kəskin şəkildə artmışdı, ölüm halları artmışdı, su zəhərlənirdi, ətraf mühitə çox ciddi zərər dəydi və insanlar orada aksiya keçirdilər, etirazını bildirdilər. Böyük
hakim oldu və Azərbaycan polisi orada qadınları döydü, hamının gözü qarşısında baş verib. İlham Əliyev də sonda o dəstəklədi, həm şirkət dəstəklədi, həm polisi orada qadınlara vuran, döyən, yaşlı qadınlara döyən polisləri müdafiə elədi. Eyni zamanda həmin o Seyunit gelib bağlanmadı orada, Seyunit gelib bu gün də var. Onun sahəsini, həcmini biraz daha artırıblar və insanlara gözdağı verir. Eyni zamanda İlham Əliyev hesab elədi ki, həmin aksiyanın arxasında bu bizim deputatımız Bəydəmirli durur və onu şərləyərək həbs elədilər və indi həbsxanadadır. Və mən qorxuram ki, növbəti hədəflərdən biri də elə Nazir Bəydəmirli olar. Çünki nə qədər ki orada həbsxanadadırlar, nə qədər ki həmin həbsxanalar ictimai nəzarətdən kənardır, nə qədər ki orada baş verən qanunsuzluğa nə Ədliyyə Nazirliyi, nə İlham Əliyev heç bir reaksiya vermir. Əksinə, həm Ədliyyə Nazirliyi, həm İlham Əliyev tərəfindən belə Elnur Həsənov kimi, Hüseynov kimi əzazil həbsxana rəisləri müdafiə olunur. Və baş verən həbsxanalarda, Azərbaycan həbsxanalarında birinci halda ölkə siyasi qətllər olsun. Bizim bundan əvvəl də dəfələrlə həbsxanalarda olan bizim siyasi məhbuslar təzyiqlərə məruz qalıb. Bax, Tofiq Əlqublu'nun indi dizində çox ciddi problemlər var, gəzməklə bağlı problem var. Siz təsəvvür edin ki, artıq 2-ci aya keçir ki, Tofiq bəy həkimə aparılmır, onun dizi müalicə olunmur, həkim baxmır orada nə baş verir. O qoltuq ağacları ilə zorla gəzir. Bu həbsxanalarda Mehman Qələndərli qətlə yetirilibdir. 2017-ci ildə onu qətlə yetirdilər. Biz xəbər tutduq, danışdıq, Ədliyyə Nazirliyində jurnalistlər zəng elədi. İnkar edildilər, dedilər ki, sağdır. Sonraki gün məlum oldu ki, Mehman Qələndərli qətlə yetirilib, elə Kürdaxanın yanındakı qəbirstanlıqda dəfn olunub. Allah yastığını yüngül eləsin. Oqtay Güləliyev onun qəbrini tapdı, onun ölüm faktını tapdı, ictimaiyyətləşdirdi və üstündən bir müddət keçəndən sonra Oqtay bəy avtomobil qəzasına salındı və neçə illərdir artıq o koma vəziyyətində evdə yatır. Və bu sistematik qətillər, bu baş vermiş hadisələrin arxasında şübhəsiz ki, İlham Əliyev. Siyasi qətillər təkcə bu bizim müxalifətçilərlə, müstəqil jurnalistlərlə yekunlaşmır. Çünki ağzı qana batan, ağzı əli Azərbaycan xalqının qanına batan korrupsiyalar bu rejim ölkədə elə bir sistem yaradıb ki, insanlar intihar edirlər, insanlar öz həyatlarına son qoyurlar. Müxtəlif iş yerlərində qəzalar nəticəsində həyatlarını itirirlər. Nə bilim, bu yol tikintisində baş verən problemlərdən qaynaqlanırsa, burada 2 gənc adam keçən dəfə sel sularında bu keçidin altında qaldı. Orduda çox böyük, çox ciddi şəkildə intihar halları var, ölüm hadisələri var və ayın 18-də Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin müdavimi 16 yaşı olan bir yeniyetmə Məzar İslamov elə xüsusi məktəbdə intihar edir. Və bu il başlayıb 5-ci ayda artıq 4 nəfər adam Dövlət Sərhəd Xidmətində ölüb, onlardan 3'ü intihar edib. Bu Məzar İslamov bu xüsusi məktəbin müdavimi, xüsusi məktəbin şagirdi. Həmin məktəbin keçən il qutaran, həmin məktəbdən keçən il məzun olan digər bir yeniyetmə gənc Əsəd İsmailli adında o Dövlət Sərhəd Xidmətinin 1-ci kursunda oxuydu. O da intihar edib. Bu ilin yanvar ayında Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı hərbi hissəsinin zabiti tabiə silahı ilə özünü qətlə yetirildi. Və bir də 20 günün əskəri, hamının xəbəri var, bu çox yayğın məsələdir. Xəstə əskərə çağırıblar, Dövlət Sərhəd Xidmətinə düşüb Hüseyn Əsədov. Və 20 gün xidmət etdikdən sonra həyatını itirib. Siz təsəvvür edirsiniz, xəstə adamı göndəriblər. Voyinkomatdan bunu göndəriblər. Dövlət Sərhəd Xidmətində də xidmət elədir ki, ora çağırışla ora düşən çağırışçılar ikinci dəfə tibb komissiyasından keçir. İkinci dəfə də bu
tibb komissiyasında bu xəstə adamı yararlı sayıblar, orduya göndəriblər və həyatını itirib. Buna görə heç kəs cavab vermir. Dövlət Sərhəd Xidmətində müharibədən sonra itkilərin sayı müharibə dövründəki itkilərin sayından çox. Elçin Quliyev 2022-ci ildə Azərbaycan qəzetində müharibədən sonra bir müsahibə vermişdi. Müsahibədə bildirmişdi ki, 44 günlük müharibə dövründə Dövlət Sərhəd Xidməti 47 nəfər hərbi qulluqçusunu itirib, yəni şəhid olublar. 150 nəfərdən yuxarı adam da müxtəlif dərəcəli bədən xəsarəti alıb yaralanıb. Müharibədən sonraki müddət ərzində ölənlərin sayı qeyri-döyüş şəraitində nizamnamədən kənar hallar nəticəsində, intiharlar nəticəsində ölənlərin sayı artıq müharibə dövründə ölənlərin sayını üstəliyib. O cümlədən belə hallar orduda da var. Mən hesab edirəm ki, orduda baş verən, Dövlət Sərhəd Xidmətində, Ədliyyə Nazirliyinin strukturlarında baş verən ölüm hadisələrində hər biri siyasi qətillərdir. Nəyə görə? Çünki bu orada baş verən nizamnamədən kənar hadisələr, korrupsiya nəticəsində əskərlərin ölməsi, bax bu xəstə adamın əskərliyə çağırılması, bu korrupsiya faktıdır. Rüşvət verməyə pulu olmuyor, adam basıb əskərliyə göndərir, da plan doldurur. Bax bu artıq siyasi qətl hesab olunmalıdır. Nəyə görə? Çünki bu sistemin qurbanlarıdır. Siyasi sistemi, Əliyev hakimiyyətinin qurbanlarıdır bu adamlar. Və belə ümumilikdə götürəndə Əliyevlər rejimi 1992-ci ildə dövlət çevrilişi ilə hakimiyyətə gələn adamlar, bu hakimiyyətə qanla gəliblər bu adamlar. Və İlham Heydər Əliyevin hakimiyyətə gələn dövrdə öldürülmüş adamlar da siyasi qətillərdir. Sonraki dövrdə də Heydər Əliyev öz rəqiblərinə qarşı çox amansız davranıb, çox sayda siyasi qətillər var. Bu Afiyəddin Cəlilov var, Ziya Bünyadov var ki, bunlar müxalifət saymasaq, hətta Afiyəddin Cəlilov hakimiyyətin adamı idi. Hakimiyyət daxilində olan az-çox bir qədər insafı olan adamlar hamısı qətlə yetirildi, bunlara etiraz edən adamlar hamısı qətlə yetirildi. Hacı Məmmədovun dəstəsi, Çovdarovun dəstəsi, Filankəsin dəstəsi, Bəyla Əyibovun dəstəsi. Bu dəstələr yüzlərlə insanın həyatına son qoyublar, öldürüblər. Bu Hacı Məmmədov o restoranın həyatında bir qəbirstanlıq salmışdı, öldürdüyü adamları. Bakıda orada burada öldürüb, aparıb Qubada bastırdı. Bunlar Novxanada qanunsuz həbsxanaları üzə çıxdı sonradan. Və bütün bu dəstələr, bütün bu başqasan quldur qruplarını heç şübhəsiz ki, İlham Əliyevə xidmət. Və o yüzdəndir ki, məsələn, Çovdarov kimi dəhşətli dərəcədə ağır cinayətlərdə ittiham olunan adamlar həbsdən azad olunur. Amma, Sevinç Vaqif qızıya 9 il dəhşətli dərəcədə heç bir cinayəti olmayan adama 9 il həbs cəzası verirlər. Dağlıq Qarabağda soyqırımda iştirak edən Azərbaycanlıların öldürən şəxslərə də 9 il iş verir. Və belə Azərbaycan hakimiyyəti İlham Əliyev öz siyasi rəqiblərini, öz tənqidçilərini bu Azərbaycan xalqının qatillərindən daha ciddi şəkildə düşmən hesab edir özünü. Və düşmən hesab etməyin nəticəsidir ki, bizim siyasi məhbuslarımız həbsdədir, amma Azərbaycan xalqının qanunu tökən Birinci Qarabağ müharibəsində xüsusi amansızlıq göstərən insanlar İlham Əliyev tərəfindən əfv olunub, azad olunub, öz vətənlərinə göndərirlər. Azərbaycan xalqı nə qədər susur, Azərbaycan xalqı nə qədər danışmır, bu siyasi qətillər davam edəcək. Heç kəs də fikirləşməsin ki, bu qətillərdən mən sığortalanmışam, mənim ailəm sığortalan. Xeyr, siz yolda gedəndə istismar müddəti keçən köhnə maşın tərəfindən vurulub ölə bilərsiniz. Bu da siyasi qətildir. Çünki İlham Əliyev sistemi elədir ki, insanlar yeni maşın ala bilmirlər. Yaxud sizin oğlunuz, yaxud sizin yaxın bir qohumunuzun oğlu hərbi xidmətdə hansısa bir azğın zabitin, yaxud da hansısa bir azğın komandirin qəzəbinə səbəb tuş gələ bilər və öldürülə bilər. Yaxud onu bezdirərlər, dedafşina səbəbindən özünü öldürə bilər. Xəstəlikdən həyatını itirə bilər. Bütün bu sadaladığımız bütün bu faktların hər biri siyasi qətillərdir. Çünki bu birbaşa öldürülməkdən kənarda siyasi proseslərdə iştirak edilməyən, hakimiyyətə müxalif olmayan adamların ölümü korrupsiyadan baş verir.
etinasızlıqdan baş verir, düzgün idarə etmə olmamasından baş verir və bu sadaladığım bütün faktlar siyasi iradədən asılıdır. Azərbaycanda baş verən qeyri-təbii ölümlərin hər biri siyasi ölümlərdir və biz bunun qarşısını almaqdan ötürü Azərbaycan xalqı olaraq Əliyev rejiminə etiraz etməliyik. Əliyev rejiminin mövcudluğuna birlikdə son qoymalıyıq. Təşəkkür edirəm.